bir əlavə elədik. Gözü detallamaq qalır. Başım qaşın yerini atırıq, qaşı çox aralıdır. Hərəsində qaşın məsafəsi ayrıdır. Birində yaxındır, birində biraz uzaqdır. Onları nəzərə almaq lazımdır. Veneranın qaşı məsələn, Venera yerdədir. Veneranın qaşı xeyli aralıdır. Diana da fərqlidir. Qatməlatda ümumiyyətcə gedib saçını birləşir. Qaşla saç birləşir. Orada da ev alə bölünür. Tonladır bura. Başım burada gözə əlavə edəcəyik. Qaşı qoyaq. Gözü axıra saxlayıram, onun üçün ki ayrıca edirəm. Buradan atdıq. Fikir versəniz bir dədə. Ölçürük. 1, 2, 3, 4. Yan tərəf. Of şeyini bir dənə atmalıyıq. Bir dənə fırçadan nəsə uzun şey. O yan tərəfləri nəyi ölçüb yerləşdirdik? Deyəcəm. Elə bilin ki 5 dənə göz yerləşir yan tərəflə. Prosta müəyyən fərqlilik olur. Onu indi göstərməliyik. Əli tam açdıq. Bir gözü bağlayırıq. Saçın bu hissəsindən buradan düşür. Ölçdük. Şimdi bunu buraya yerləşdirməm lazım. Amma bir dənə də ölçəcəm. Niyə görə gözüm yanıldı bilər. Amma biraz artıq ölçmüş olur. Və yaxud da ki, ölçəndə fırçada biraz əyrilik olsun. Düz olmalıdır. Yuxarıdan da. Qabağa arxa sol olmalı deyil. Rakus qarışır, ölçü artıb azalır. Ölçü, düz qaldırdı. Dediyim kimi səhv oldu ölçü. Buradan düşməlidir. Alın xəttindən. Baxdıq, yerləşdirdik. Sağ-sol bərabərdir, bir anda sağ tərəf artırdı qulağa görə. Qulaqla birgə ölçdüm indi. Heykelin ümumi enidir bu, yəni qulaq daxil olmalı. Ümumi enidir. Sonra keçirik, alnı atdıq. Alnın forması. Düşdü buradan. Buradan düşdü. Bu saçın yan tərəfi. Buradan almacıq sümüyü. Və ən əsas Avqustun çənəsi. Çox qarışdırıqlar çənəsi. Oxşam biləksin sonra. Tonlar. Biraz içəri. Buradan da atlarla verilir. Saçın yanına atlar. Xətlə gəlir. Və saçı bir restə ölçməliyik. Çünki fikir versəz, alnından daha böyük görünür. Saçın uc hissəsindən ölçürük indi. Nə qədərdir? Burundan qaşa. Bu qədər. Artırdıq. Oldu Avqustun saçı. Saçı da qalınlıqlara böyle çəkmək lazımdır ki, oxşasın. Yəni, çəkdiniz, 1, 2, 1, 2, bir dənə bir yana. Bunu belə bölüb, qalınlıq hissəsini. Buranı tonluyursunuz. Orada da yenə refleksiyonla əmələ gətirmək. 3D görüntü alınır. Sonra qulağı əlavə edir. Qulaqdakı qaş burun arasındakı məsafəni götürülür. Bu qədər. İndi perspektivə görə çox cüzi yuxarı oyanmayan ola bilər. Bu qulağım yalnız yuxarıdadır azdır.
Belə deyək də Əsas- bu hə. fasdan çəkilən heykələ aiddir də bu ölçülər. Yandan olanda dəyişmələr olur. Yandan olanda uzunluqda ölçü dəyişmir. Mhm. Biraz patslament dəyişir. Mhm. Tin hissəsi aşağı düşdüyü üçün. Amma Bir də gözlərin arasındakı olan məsafə dəyişir. hə, o 100%. O dəyişir. Onun yerləşməsi falan da dəyişir. Onu da ayrıca izah etmək lazımdır. Ümumiyyətlə çerep işləməmişsiniz getdiyimiz kursda, yayın dünyada çereplə işləmək lazımdır. Çox əli açılışdırır. Çerep deyəndə Lazım. skeleti nəzərdə Skelet, tuturuz ki, kəllə. kəllə nəzərdə tuturuz. Şöyle buradan çənəsi, buradan da digər qulaq. Burada bu biri qulağı çox az görünür onsuzda. Hətta qulağı işığını açdı. Boşum geldi indi aşağının uzunluğuna ölçürük ikisini birlikdə ama. Bununla böyle ölçtük, koyduk aşağıya doğru. Misal. Bölür indi bunu iki beraber istiyor. İki beraber demeye de biraz az. Dedi ki, babasının yeri lazım. Bu babası sesi. Saçın bir ses tonunu alacaq. Yan tərəflərə də baxırıq. Bunu çəkmiş yansında rahatca qoymaq üçün ölçü çıxırtmalı. Qulağdan biraz içəriyə, yan bir də baxar. Çox bilməsin. Belə buradan bunu ölçüsünü atdıq. Gəldi belə. İçdən də görüntünü əlavə edirik, daha akademik baxılmaq üçün. Bir də divara əlavə edirik arxa tərəfə. Hər dərsdə dediyimiz kimi onun qoyma səbəbi heykəlin oturduğu yerin bilinməsidir. Yəni uçmur heykəl. Göz qalsın başqa dərsə. Çıx.